Так, экранı görürük Agi. Bəli. Все, хорошо, отлично. Tak, deməli başlayıram öncə. Bir dəqiqə, bir saniyə bunu buradan atım ki, üzərində işləyə bilim. Aha. Значит, öncə başlayıram. Deməli 6-cı sualımızdan. Deməli, öncədən deyirəm, burada olan bəzi suallar öncədən sizin gördüyünüz və yaxud da model suallarda qarşınıza çıxan suallardır. Çünki bu qəbulun özü deyil. Baxın, magistraturaya qəbul qeyd olunub, amma bu model suallardır. Ona görə təkrar suallar qarşınıza çıxmış ola bilər. Deməli, öncə başlayıram 6-cı sualdan. 6-cı sualda mənə deyir ki, установите соответствие слов с их лексическим значением. Mənə orada 3 dənə söz qeyd olunub. Znoy, stuja və plamya sözləri. Bu 3 dənə sözü mənalarına uyğun olaraq aşağıda qeyd olunanlarla deməli uzlaşdırmalıyam. Znoy bu ümumiyyətlə boğucu isti deməkdir. Deməli 1-ə orada aid olacaq variant B. Сильная жара от нагретого солнцем воздуха. İkinci olarak orada стужа diye bir sözümüz qeyd olunub. Стужа это наоборот, это мороз, сильный мороз. İkiyə orada aid olacaq variant C. Сильный холод, мороз və plamya. Plamya bu od, alov diye tərcümə olunur. Orada da aid olacaq variant A. Светящийся пар или газ, выделяемый некоторыми веществами при горении. Və D variantımız. Что-либо напоминающее огонь. Поднимающийся дым над горящим предметом. İtava bunu nəzərə alsaq, 6-cı sualda düzgün variantımız olacaq variant A. Keçirəm 7-ci sualıma. Deyir ki, устраните ошибку в лексической сочетаемости путем синонимической замены. Deməli, nə istəyir burada məndən? Mənə orada fərqləndirilmiş bir sözümüz var. Пристально deyə bir söz qeyd olunub. Deyir ki, həmin bu sözü hansı aşağıdakı sözlə mən uzlaşdırmalıyam və yəni ki, sinonim variantını tələb edir. Ümumiyyətlə yadda saxlayın. Пристально bu zillənib deyə tərcümə olunur da, zillənərək. Это наречие такое, bu bir zərfdir. И пристально слушать istifadə oluna bilməz. Пристально можно смотреть. Zillənib nəyəsə baxmaq olar. Amma əgər mən o mənada istifadə olunan başqa bir söz istəyirəmsə, imенно слушать sözü ilə istifadə olunan başqa bir söz istəyirəmsə, olacaq orada внимательно. Пристально смотреть, внимательно слушать. Имейте в виду. 7-ci sualda düzgün variantım olacaq variant C. Bu iki sualda aydın olmayan nəsə varmı? Hagi. Ya что-то непонятно. Xeyr, mənim aydındır. Хорошо. 8-ci sualı keçirəm. Gəlirəm 9-cu suala. 9-cu sualda mənə deyir ki, составьте текст. Mətn qurmaq lazımdır burada. Mətn qurduğum zaman da mən sizə həmişə demişəm ki, başlayırsınız ümumi bir məlumatın. Hal-hazırda ümumi bir məlumatım olacaq 6-cı sualda. 6-cı cümləmizdə. Vizitные карточки имеют давнее происхождение. Deməli, vizit kartlarının çox öncədən yaranıblar. 6-dan sonra Agi. Baxın, həmin bu məlumata əsasən keçirəcəm 4-cüyə. Deyir ki, французы утверждают, что визитки впервые появились во Франции в 17 веке. Deyir ki, fransızlar iddia edirlər ki, vizit kartları ilk öncə Fransada 17-ci əsrdə yaranıblar. Baxın, sadəcə 4-dən sonra mən 1-i götürəcəm. А китайцы доказывают, что такие карточки у них существовали еще в средние века. Amma Çinlilər sübut edirlər ki, bu kartlar onlarda artıq orta əsrlərdən var. İndi bunun izahını verim, niyə belə götürmüşəm? Çünki biz 6 ilə başladıq. Bu oldu mənim ümumi bir məlumatım. Ümumi bir məlumata əsasən 4-ü seçdim. Məsəl üçün deyə bilərsiniz ki, Səbinə xanım, bəs niyə 1-i seçməmisiniz? Çünki 1-də olan o A bağlayıcısı özündən sonra onu inkar edən bir məlumat tələb edir. Baxın, deyir ki, французы утверждают, что визитки впервые появились во Франции в 17 веке, а китайцы доказывают, Çinlilər isə sübut edirlər ki, sanki orada bir inkar mı deyim, bir təkzib mi deyim olmalıdır, o ona qarşı gəlməlidir. Ona görə də bu 9-cu sualda mən düzgün variantım olacaq A variant. 6, 4, 1, 3, 5, 2. Aydın olmayan nəsə varmı? Anki, что-то непонятно есть? Aydındır mənim. Mən söz getdi, əvvəlkiləri biləmədim. Qrupa tutarsınız da zəhmət olmasa bunları. Olar. Necə? Əvvəlki sualları bilə bilmədim. Хорошо, mən onsuz da izahı Məndə sizə söz getdi. göndərirəm. Qızım, narahat olma, mən onsuz da izahı hər dəfə göndərirəm sizə qrupa. Girib baxarsınız, problem yoxdur. Amma belə cavabları istəyirsən deyim sənə. 6-da A, 7-də C, 8-i izah eləmədim, 9-da da A.
Хорошо? 10-cu sualımıza baxırıq. 8-də qeyd elə müəllimə. Xeyr. O sual qalsın. Keçirik. Niyə qalsın? Çünki o bizə artıq düşmür. 10-cu suala baxırıq. Bəli, bu söz. 10-cu суал. Bəli, Выберите bəli, bəli. варианты ответов, в которых в обоих словах одного ряда пропущена одна и та же ошибка. Одна и та же буква. Ошибка. Одна и та же буква. Deməli, yəni deyir ki, bizə verilən hansı sıralarda eyni hərf qeyd olunmalıdır. Gəlin bir dənə baxaq. Birinci cümləmizdə laboratorное оборудование. Orta cinsin təkində olan sözümüzdür. Оборудование, təchizat. Laboratorное оборудование. Подготовительные sifətin sonluğuna gəlin baxaq. İye sifətin cəm formasında olan bir sonluqdur. Deməli olmalıdır подготовительные kurсы. Bu kurсы məsələsində mən sizə öncədən demişdim. Bir dəfə bu tip sual çıxanda və yaxud da elə bəlkə də bu sual idi. Çıxanda mən sizə izah eləmişdim ki, əgər söhbət təhsil şirkəti olaraq kursdan gedirsə, bu sözümüz heç zaman təkdə istifadə olunmur. Amma məsəl üçün deyirsiniz, ya получила kurs lечения. Yəni ki, bir kurs müalicə aldım. Mənasında bu sözün təki var. Lakin əgər təhsil şirkəti mənasında istifadə olunursa, bu söz təkdə istifadə olunmur. Ona görə bir getdi. Yəni ki, bir də оборудование подготовительные kurсы. Bir getdiyi zaman burada A gedir, D gedir və C gedir. İki variantımız getmiş olur. B və Y variantlarına baxmış olsaq, 2 və 5 bizə burada 100%-dir. 2-yə gəlin baxaq. Высокое здание, синее море. Hər ikisində Y qeyd olunur. 5. Бежать к дому, поручить товарищу. 5 də okeydir. Qalıram 3 və 4 arasında. Burada düzgün variantım Y variantı olacaq. Волчья шуба, qadın cinsinin təkində olan sözümüzdür. Стеклянная vitrina. Cavab Y olmalıydı. 3-də düzgün gəlməyən nədir? Ждать около аптеки, медвежья берлога. İtavo 10-cu sualda düzgün variantım olacaq variant Y. Aydın olmayan nəsə varmı? Hangi? Yoxdur ki. Xeyr, mənim aydındır. Хорошо. Aydındır. Gələm 11-ci suala. Выберите предложение с союзами. İçərisində bağlayıcılar olan, qaqras bu son izah elədiyim mövzudur. Ki bağlayıcılar olan cümləni istəyir məndə. Düzgün variantım olacaq variant, deməli, birinci cümləmizdə var. Кругом царила тишина, однако, bu bizim bağlayıcımızdır. Amma deyə tərcümə olunur. Dальше var, deməli, dördüncü cümləmizdə bunu da sizə demişdim son dərsimizdə. Не только, но и. Gəlin bir dənə bu dördüncü cümləmizi tərcümə edək. Мы не только посмотрели спектакль, но и прочли эту пьесу в оригинале. Biz ancaq səhnəciyə baxmamışıq, həm də bu piyesi orijinalında oxumuşuq. Не только, но и. Xahiş edirəm bu bağlayıcını yadda saxlayın. Və son olaraq 5-ci cümləmizdə var. Для того, чтобы. Для того, чтобы üçün deyə tərcümə olunur və cümlə içərisində rahatlıqla чтобы ilə əvəz oluna bilər. Для того, чтобы понять другого человека, достаточно выслушать его внимательно. Başqa insanı başa düşmək üçün onu diqqətlə qulaq asmaq yetərlidir. Итого, ответ получается первое, четвертое и пятое предложение. Вариант Е. Хорошо? Üçüncü cümləmizdə yoxdur. Müəllimə, birdən soruşum. Burada məsələn no tək olsa da, yəni amma kimi tək işlənsə onu da götürürük, elə Onu da yoxsa? götürürsən quzum, bəli. Onu da istifadə edə bilərik, bəli. Sadəcə burada no sadəcə bir bağlayıcı deyil də, bu ikili bağlayıcılarımızdan olan не только, но и. Bəli. Хорошо? Bəli, amma belə tək no istifadədə olunmuş ola bilər, zато istifadə olunmuş ola bilər, тоже так же. Mən ona görə deyirəm, o bağlayıcıları kitabda mütləq oxuyun. Хорошо? Mən sizə istifadə qaydalarını izah eləmişəm, nə harda istifadə olunmalıdır. Amma bir zəhmət o ümumiyyətlə bilməlisən ki, bu söz bağlayıcıya aiddir. Хорошо? Tak. 12-ci suala gəlirəm. Mənə qeyd olunan cümlənin sinonimik variantını istəyir. Deyir ki, мифы восточных славян являются одним из важных источников формирования легенд. Deməli deyir ki, qədim deməli Vосточных Slavyan, deməli qoy Vostoka sözünü yadmasam. Deməli Şərq Slavyanlarının mifləri əfsanələrin yaranmasının əsas mənbələrindən biridir. Mənə buna sinonim bir cümlə istəyir. Düzgün variantım C variantı olacaq. Мифы восточных славян занимают главенствующее место. Baxın, главное место və yaxud da важное место onsuz da eyni şeydir. Sadəcə sinonim variantını verib. Место формирования легенд. Deməli, əfsanələrin formalaşmasında Şərq Slavyanlarının mifləri çox əsas yer tutub.
Düzgün variantım C variantı. Gəlin baxın digərləri niyə uyğun gəlmir. A variantında deyir ki, legenda составляют основу мифов восточных славян. Burada tərsinədir. Burada deyir ki, deməli əfsanələr miflərin əsasını qoyub. Xeyr, amma miflər əfsanələrin əsasını qoyub. B variantında первоисточником формирования legend deyir ki, deməli həmin bu əfsanələrin ilk mənbələrindən, amma bu ilk mənbələrindən deyil, əsas mənbələrindəndir. D variantında в ходе развития истории легенды участвовали в составлении мифа восточных славян. Bu ümumiyyətlə tamamilə başqa bir mənada istifadə olunan cümlədir. E variantında совершенствование мифа восточных славян произошло из-за развития легенд. Burada eyni şəkildə deyir ki, miflərin yaranmasında əsas rolu əfsanələr oynayıb. Amma bizə digər cümlə vermişdi. Mənə tam olaraq onun mənasında olan sinonim cümlə istəyirsə, ona görə C variantım olacaq düzgün variant. Daha sonra gəlirəm 13-cü sualımıza. Выберите предложение, нарушающее смысл текста. Mən deyin görüm nə götürmüsünüz burada. Ümumiyyətlə bu nə sualıdır? Nə məsələsidir bu? Çay məsələsi. Çay məsələsi. Bəli, nə idi bu çay məsələsi? Deməli mənə 5 cümlə verir. 5 cümlədən 4-ünü Biri uyğun gəlmir. Bəli, deməli 5 cümlədən 4-ündə ümumi bir məna var. Mən onlardan mətn qura bilirəm, amma biri həmin o mətnin ardıcıllığını pozacaq. Nə qeyd eləmişik burada? Dördüncü. Mən B yazmışam. Sən? Birinci cümlə. Mən də biri yazmışam. Çünki o heç uyğunlaşdıra bilmədim. Bəli, bilməmişəm. bəli, 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 bəli. Baxın yadda saxlayın. Ümumiyyətlə 2-ci, 3-cü, 4-cü və 5-ci cümlələri oxumuş olsaq əgər, söhbət bilirsiniz burada nədən gedir? Apteklərin falan üzərində olur. Belə bakalın üzərində belə bir ilan işarəsi kimi. Yadınızdadır elə o kako. Bəli, tipdə olur. Bəli, bəli. Baxın, söhbət həmin o işarədən gedir. 2, 3 və 4 və 5-ci cümlələrdə həmin o işarədən danışılır. O znakın yaranmasından danışılır. Birinci cümlədə isə Гигея древнегреческого богиня здоровья. Burada mənə artıq Digiyena sözünün hardan götürülməsindən, yəni ki, древнегреческая богиня olduğundan danışır Gigiyeyanın. Aydındır və imенно ona görə də Gigiyena sözü formalaşıbmış. Belə bir məlumat verdiyinə görə elə bir mənim mətn ardıcıllığımı pozmuş olur. Ona görə 13-cü sualda düzgün variantım olacaq variant deməli birinci cümləm B variantında olacaq. Ona görə birinci cümlədir. Хорошо? Agi понятно? Хорошо. Bəli, müəllim. Dəlşi gəlirəm 14-cü suala. 14-cü sual bu bizim elə bildiyimiz paronim sualdır. Siz mənə deyin görüm nə götürmüşük burada. Düzgün variant olaraq nə yazmışıq? A. Mən D yazmışam. A variantımız düzgündür. Mən də B yazmışam. A variantımız Düzgündür. düzgündür. Bəli, çünki məndən burada səhv variantını istəyir. Deyir ki, укажите ошибку. Mən D ilə Y-də qalmışam. Səbirli olun, Poglivi, orada Y. B yazmışam. Səbirli olun, izah eləyəcəm. Səbirli olun, izah eləyəcəm. Baxın, A variantında səhv nədir? Целое bildiyimiz bütün deməkdir. Цельное, amma это натуральное молоко. Теперь вы мне скажите, молоко натуральным быть может, правильно? Baxın, ikinci sözümüz var ya, orada qeyd olunan цельное. Молоко, оно бывает цельное в значении натуральное молоко. Хорошо? Heç bir, necə deyim, digər bir proseslərə necə deyim, yəni ki, məsəl üçün götürürlər süddən başqa nəsə edirlər. Yəni o proseslərdə iştirak etməyən bir süddür. Молоко, оно цельное. B variantında памятливый студент sözün içərisində liv var. Student sözü ilə istifadə oluna bilər yaddaşlı mənasında. Melodичный смех, melodiyalı gülüş də ola bilər. Melodическийdə SK var. Смех melodiyaya, gülüş melodiyaya aid ola bilməz. Хорошо? D variantını hər halda chiv-liv məsələsinə görə seçmisiniz, düzdür? Anladığım qədərilə. Bəli, müəllim. Bəli, хорошо. müəllimə. Но дело в том, что burada artıq biraz məna məsələsi var. Ki pugливый вскрик, yəni ki, necə izah edeyim sizə? Qorxudan qışqırıq mənasında. Хорошо? Да, человек тоже может быть пугливым, а вот пугливый вскрик тоже может быть. Amma pugani bu necə izah edeyim? Qorxudulmuş deməkdir. Qorxudulmuş qışqırıq necə ola bilər? Qorxudan qışqırıq ola bilər, qorxudulmuş yox. E variantında isə коренные изменения olmalıdır. Düz qeyd olunub. Коренные изменения bu nədir bilirsiniz? Kökdən olan dəyişikliklər. Корневые dediyimiz zaman, корневыми могут быть растения. Məsələn, deyirik köklü bitkilər. Bitkilər köklü ola bilər. Amma dəyişimliklər kökdən olan dəyişimliklər. Запомните,
Коренные изменения, корневые rastения. Ona görə 14-də səhv variantımız A variantı olacaq. Aydındır. Ümid edirəm ki, aydındır. 15-ci suala gəlirəm. Укажите верное продолжение предложения. Cümləni davam etdirməliyəm. Дорога от станции до пансионата длиной в 3 километра утомила старичков. Variantımız olmalıdır. Variant deməli D variantımız. Которые решили pойти пешком. Deməli, pansionatdan stansiyaya qədər olan 3 kilometrlik yol yaşlıları yordu. Hansılar ki ayaqla getməyi qərara almışdılar. Bu bildiyimiz bağlayıcı məsələsidir. Fərqli variant götürən var aramızda. Müəllim, yeni də deyərdiniz. Yeni deyim, deyir ki, Tərcümə. у которых не было усталости, hansılar ki yorulmamışdılar. Çünki bax cümlənin əvvəlində deyir ki, утомила старичков, yaşlıları yordu. Sən də davam eləmirsən ki, hansıların ki yorğunçuluğu yox idi. Məna olaraq düz gəlmir qızım. Müəllim. Başqa? Məsəl üçün A variantımız, B variantımız tək və cəm məsələsinə görə uyğun gəlmir. Çünki старичков cəm formasındadır, yaşlıları. Amma которая, который deyə bilərik orada? Xeyr. C variantımda da 10 qeyd olunub. Ani olmuş olsaydı, okey, ola bilərdi onlar. Amma burada yenə təkdə istifadə olunub mənim əvəzliyim. Belə demək olmaz. Ona görə 15-də düzgün variantım D olacaq. Которые решили пойти пешком. Mətn suallarımızda da hal-hazırda burada bildiyimiz qara tmin, səhv etmirəmsə çörəyə otu yağıdır. Əgər səhv etmirəmsə, если я как бы не ошибаюсь, həmin o yağdan danışılan bir, həmin o yağın içərisində kimi vitaminlər var, harda istifadə olunur, tarixçəsi bir deyim. Bu haqda nüans məlumat verən bir mətindir. Deməli, mən başlayacağım 16-cı sualdan. Deyir ki, в чем польза масла черного тмина? Həmin bu qara çörək otu yağının bizə olan faydası nədir? Düzgün variantım D variantı olacaq. В нем содержится много витаминов и mikroelementов. Həmin bu məsələ haqqında bizə deməli məlumat verir ikinci abzatsda. Bütün ikinci abzatsımızı ümumiləşdirsək, həmin o vitaminlərdən, mikroelementlərdən, fermentlərdən, nə bilim, hətta orada cümləmiz var, üçüncü abzatsımızın son cümləsi. Таким образом, масло черного тмина содержит все полезные элементы таблицы Менделеева. Buna əsasən 16-cı sualda düzgün variantım olacaq variant D. 17-ci suala baxıram. На какой вопрос нет ответа в тексте? Mətndə hansı sualın cavabı yoxdur? Variant A-dır. Niyə A-dır? Deyir ki, в какой работе Гиппократа упоминаются целебные свойства черного тмина? Əgər biz ikinci abzatsı oxusaq, bizim orada belə bir cümləmiz var. Deməli, dəqiqləşdirirəm. İkinci abzatsın üçüncü cümləsi. О целебных свойствах черного тмина знал Гиппократ. Deyir ki, Hippokrat həmin bu qara çörək otunun müalicəvi xüsusiyyətlərindən xəbərdar idi. Məyər biz bilirik hansı əsərində o bu haqda danışıb? Məlumatımız var bizim. Mətndə qeyd olunub bu. Agi. Xeyr, qeyd olunmuyor. Düzgün variantım A'dır. Məsəl üçün B variantında deyir ki, сколько ложек масла тмина позволяет снизить волчий аппетит? Deyir ki, insan appetitini, yəni o belə canavarca appetitdə, yəni çox appetitini aşağı salmağa neçə qaşıq tmin yağı kömək eləyir? Mətndə qeyd olunub 1 ложка. C variantında məsəl üçün yazıb ki, какими кислотами богато? İkinci, üçüncü abzatsın tamamilə bunun cavabıdır. D variantında в приготовлении каких блюд используют тмин? Məsəl üçün orada sizin 5-ci abzatsınız, yox, sonuncu abzatsınızda var. Deməli, baxın 1, 2, 3, 4, 5, 6-cı abzatsımızdakı kulinariyada da istifadə olunur. Məsəl üçün orada deyir ki, Rusiyada istifadə olunur, nə bilim, Hindistanda istifadə olunur. Bu kvasit kapust, например, употребляется bu tip məsələlərdə. Yəni ki, kulinariyada da istifadəsi var. Amma imенно Rusiyada, чтобы kvasit kapustu. Yəni ki, kələmi marinovать eləmək üçün. Xanımlarımız daha yaxşı bilər. Və Y variantı. Какие свойства черного тмина используют в косметологии? Kosmetologiyada hansı nüanslarda istifadə olunur? O da var. Deməli deyim 1, 2, 3, 4. 4 idi. Yox, 5-ci cümlənin 5-ci abzatsın 1-ci cümləsi. Волшебные свойства черного тмина отмечают и в косметологии. Kosmetologiyada da istifadə olunur. Ona görə də 17-ci sualda düzgün variantım A variantıdır. 18-ci suala gəlirəm. Какие утверждения соответствуют содержанию текста? Mətnə aid olanları tələb edir məndən. Nə qeyd eləmişik 18-ci suala?
Ha? Mən A A variantı. yazmışam. A A-nı variantı. yazmışam mən. Bəli, Mən də A A variantımız düzgündür. 3 və 4 orada 100%-dir. Gəlin bir dənə 3 və 4-ü oxuyaq. Deyir ki, черный тмин является надежным средством борьбы с простудными заболеваниями. Belə bildiyimiz, xəstələndiyimiz zaman istifadə olunanlardan biridir həmin bu güvənilən vasitələrdən biridir. O haqqda da bizim məlumatımız var. 1, 2, 3, 4-cü abzasın 2-ci cümləsində. Yazıb ki, за счет витаминного состава масло является профилактическим средством в сезон простудных заболеваний. Və gəlirəm 4. Индийцы используют, значит, тмин при заваривании чая. Bir dənə bunu dəqiqləşdireyim, Agi. Bir dənə bunu dəqiqləşdireyim. Tak. Əslində, da düzdür. 6-cı abzasın 1-ci cümləsi. В Индии его добавляют в качестве приправы едва ли не во все блюда. Овощи, рис, выпечку. Заваривают с ним çay. Kimlər eləyir bunu? Hindistanlılar eləyir. Deməli 3-4 okeydir. Qaldı orada bir də 1. Birə baxaq. Arxeologi утверждают, что семена тмина были известны в древности. Bu da olur bizim ikinci abzasımızın ikinci cümləsi. Археологические находки свидетельствуют о том, что семена этого растения применялись еще в глубокой древности. Deməli, düzgün variantın 1, 3, 4 olacaq. Variant A. 19 вопрос. Волшебные свойства черного тмина используют. Harda istifadə olunur? Düzgün variant B variant. В медицине, в кулинарии, в косметологии. Bayaq oxuduğumuz cümlələrə əsasən. Və son olaraq 20-ci sual. Какие семена тмина лечат сердечно-сосудистую систему? Deməli, daha doğrusu извините, как семена tmina necə ürək-damar sistemində olan problemləri həll edir? Deməli, o da olacaq deyim sizə 3-cü abzasımızın 3-cü cümləsi. 4-cü abzasımızın 3-cü cümləsi. Сердечно-сосудистая система наверняка оценит его в помощь в борьбе с холестерином и бляшками. Düzgün variantım 3-4 olacaq. Снижает уровень холестерина, холестерinin deməli səviyyəsini azaldır və борются с бляшками. İtava variant A. Ümumi variantları oxuyuram. 16D, 17A, 18A, 19B, 20A. Başlayırım 21-ci sualdan. Deyir ki, в каких предложениях есть слова, отвечающие на вопрос какие? Deməli, какие sualına cavab verən sözlər hansı cümlələrimizdə var? Ümumiyyətlə, yadda saxlayın ki, какие hansı deyə tərcümə olunur və sifətin cəm formasında olan sifət tələb eləyir. Burada da olacaq 4-cü və 5-ci cümləmizdə. 4-cü cümləmizdə горячие лучи, 5-ci cümləmizdə карманные часы. Başqa cümlələrdə yoxdur. Düzgün variantım 4-5-dir. 22-ci suala baxıram. В каких пословицах употреблены антонимы? Antonim olan cümlələr istəyir. Xatırladıram, antonim axtardığımız zaman mənadan savayı olaraq nitq hissəsinə diqqət yetirməlisiniz. Burada deməli var 1-ci cümlədə və 2-ci cümlədə. Работать, отдыхать, день, ночь. Və 2-ci cümlə подальше, поближе, положишь, возьмешь. 4-cü cümləni aranızda seçən varsa счастье, несчастье məsələsini. Mən demişdim, rus dilində ne ilə antonim yarana bilmir. Əgər sözləriniz eyni köklüdürsə, счастье və несчастье eyni köklü sözlərdir. Onlardan antonim yaratmaq olmaz. Ona görə 4 olmayacaq orada. Düzgün variantım 1, 2. 23-cü sualımızda düzgün cavabım 1, 2, 5. Значит, məndən прямое значение, həqiqi məna istəyir. Тяжелый чемодан, zrelые plody, yetişmiş meyvələr, тяжелый çamadan, ağır çamadan və 5, стальное кольцо, poladdan hazırlanmış üzük. Amma 3-cü cümlədə qeyd olunan зрелый возраст, 4-cü cümlədə qeyd olunan тяжелый характер, это переносное значение, məcazi mənadır. 24-cü cümlənin ardıcıllığını deyirəm, özünüzdə qeyd edin zəhmət olmasa. 1, 5, 3, 2, 4, 6. Təkrarlayıram. 1, 5, 3, 2, 4, 6. Fərqli variant qeyd edən var aranızda, Agi? Ha? У всех правильно. Əgər hamıda düzdürsə izah eləməyəcəm. Çünki dialoq qurmaq lazımdır burada. Yox, əgər səhviniz varsa deyin, izah eləyim. Agi. Səsim gəlir sizə.
Məndə yoxdur müəllimə. Bəli, bəli, Məndə məndə də də yoxdur. Ha, все, хорошо. Burada Da, da все, onu izah eləmirəm. Çünki dialoq qurmaq da tərcüməyə əsaslı bir şeydir. Təkrarlayıram bir daha ardıcılığı. 1, 5, 3, 2, 4, 6. Və 25 də frazeoloji birləşməndə o bizə lazım deyil. Ekranı görürük, Bəli, Agil. bəli. Siz dinləmə Bəli, suallarına bir dəfə də dinləməyə qoşuram. Безглютеновая диета. Сара, ты бы хотела кусочек пиццы? Нет, спасибо. Я не могу есть пиццу. У меня аллергия на продукты, содержащие глютен. У тебя Deməli, аллергия на мучные продукты? Agi, Впервые buna əsasən, deməli həmin bu abzatsa əsasən birinci sualımızda düzgün variant Y olacaq. Deyir ki, почему Sara отказалась от предложенной pizza? Niyə ona təklif olunan pizzadan, Saraya təklif olunan pizzadan o imtina edir? Çünki düzgün variantımız Y olacaq. Çünki потому что у нее чувствительность к глютену. Orada deyir ki, mənim deməli glutenə qarşı allergiyam var. Burada da deyir ki, mən həssasam glutenə qarşı. Birinci sualda düzgün variantım Y variantı olacaq. такое слышу. Это аллергическая реакция на продукты, содержащие пшеницу. Чтобы переварить глютен, организму нужно большое количество ферментов. Поэтому все больше людей придерживаются безглютенового образа жизни. А как проявляется аллергия? К самым распространенным признакам относятся отек, заложенность носа и головная боль. Deməli, ikinci sualımızın düzgün cavabı отек, заложенность носа, головная боль. 1, 4, 5. İkinci sualımızın cavabı düzgün variantı C olacaq. О, это действительно слишком плохо. Это должно быть трудно сидеть на диете из продуктов без глютена. Конечно, это трудно. При безглютеновой диете организм недополучает клетчатку, поэтому необходимо употреблять пищу с большим количеством волокон. Они содержатся в цельном рисе, картофеле и овощах. Так, цельный лист, картофель и овощи. Так, чем восполняет недостаток питательных веществ? Üçün cavabı nə olmuş olur? Y var. Mənim Niyə? orada ardı da var idi. Arixlə falan nəsə deyir. Arix Bir dəqiqə, istemena da bir dəqiqə, deyirdi axıra orada. qədər Hə, qulaq 3-də asaq. B. Bir dəqiqə, axıra qədər Ola qulaq bilər. asaq. Bəlkə mən gözdən qaçırdığım nəsə var. Недополучает клетчатку, поэтому необходимо употреблять пищу с большим количеством волокон. Они содержатся в цельном рисе, картофеле и овощах. Чтобы не испытывать дефицита питательных веществ, нужно есть больше орехов, семян. Da, deməli 3-cü sualda düzgün variantım B olacaq. Orehi semena. Çünki məsəl üçün deyirəm, şey var, как его, D variantında məsəl üçün цельный рис qeyd olunub, amma белого хлеба нет. Продукты без глютена понятное дело. Мучные продукты ümumiyyətlə olmaz. Y variantında da, по-моему, fruktu deyir, amma овощи demir. Ona görə Y də Bəli, olmaz. müəllimə. Ona görə düzgün variantım bəli, Bəli. B variantımız olacaq. Хорошо? Дальше davam edək. А больше всего я люблю хлеб без пшеницы. Ну и как этот хлеб без пшеницы? Хороший? Конечно, я знаю это не понаслышке, потому что всегда покупаю его. Он плотнее, чем обычный хлеб, но если ты долго ешь его, то привыкаешь. Так, deməli 4-ün düzgün cavabı olacaq D variant. Хлеб без пшеницы вкуснее и полезнее, чем обычный. Onu yazmısınız? Agi. Bəli, müəllimə. Bəli, çünki bu dəqiqə deyilən cümlədə də var idi. Gəlin axıra qədər qulaq asıb 5-ci cavabını tapaq. Но разве этот хлеб не дороже? Он всегда казался мне дорогим удовольствием. Ты прав, он дороже, чем обычный хлеб, но в то же время гораздо полезнее для здоровья. На самом деле, на твоем месте я бы начала покупать полезный для здоровья хлеб. Ты права, он действительно очень хорош для организма. Так, все. 5-ci sualımızda düzgün cavab D variantı olacaq. Какие продукты содержат большое количество пищевых волокон? Elə deyil, bu 3-ün cavabıdır. 3-dən 5. Çünki 5-ci sualda məndən tələb edir ki, на какой вопрос есть ответ в тексте? Mətndə onun cavabı var. O da D variantıdır. Deyir ki, hansı məhsulların içərisində большое количество пищевых волокон var? O, пищевые волокна тоже на азербайджанском, как будто я не знаю, azərbaycancasını bilmirəm. Düzgün variantım D olacaq. Итого, 1E, 2 dedik отек, заложенность носа, головная боль, C variant. 3 dedik B variant. 4 dedik D variant. 5 D variant. Aydındır hamıya? Agi, всем понятно? Bəli. Все хорошо. Bəli, müəllimə.